Salam dostlar, mən bugündən etibarən sizə 9-cu sinif buraxılış imtahanına düşə biləcək tipdə suallar izah etməyə başlamaq istəyirəm. Düşündüm ki, bu tip videolar sizin üçün çox faydalı olacaq. Onu qeyd edeyim ki, sualların hamısını özüm seçəcəm. Son zamanlarda görürük ki, buraxılış imtahanlarına düzdür, yəni biz bunu 11-lərdə görürük, 9-larda hələ ki qarşımıza çıxmayıb belə bir şey. 100 tipli Türk kitablarından götürülmüş suallar salınır və mən də sualları daha çox Türk kitablarından seçməyə çalışmışam. İndi misalı izah etməyə başlayanda yuxarıda misalın şəklini qoyacağam və çalışın ki, ilk öncə özünüz misalı həll edəsiniz. Əgər ki, həll edə bilməsəz, heç bir problem yoxdur. Mən sizə bunu daha anlaşılır, daha asan formada anlatmağa çalışacağam. Ümid edirəm, siz anlayacaqsınız. Belə, hər birimizə uğurlar. O zaman keçək videoya. İlk sualımızla başlayaq. İlk sualımız yuxarıda gördüyünüz formadadır. Biz ifadələrdə bilirik ki, ilk öncə bölmə əməlini yerinə yetirməliyik. Buna görə də bizim misalımızın ilk hissəsi olan bölmə əməlini yerinə yetirək. Və onu da qeyd edeyim ki, bu misalda müxtəsər vurma düsturlarından istifadə edəcəyik. Yəqin ki, müxtəsər vurma düsturlarını hamınız bilirsiniz. Bilmirsinizsə də ekranda paylaşacağım və buradan götürüb öyrənə bilərsiniz. X kub plus Y kubun açılışı X plus Y X kvadrat çıxılsın X, Y plus Y kvadrat şəklindədir. Daha sonra məxrəcimizdə də X plus Y ifadəmiz var. Bölmə əməlində X kvadrat çıxılsın Y kvadratdır. Aydındır ki, bunun da məxrəci 1-dir. Görürük ki, kəsrə bölmə alındı. Kəsrə bölərkən birinci kəsir olduğu kimi qalır, ikinci kəsir isə tərsinə yazılır. İndi dediyimiz ifadəni aydınlaşdıraq. Birinci kəsrimizi olduğu kimi saxlayırıq. İkinci kəsrimizi isə tərsinə yazırıq və bölmə əməli vurma əməlinə çevrilir. X kvadrat çıxılsın Y kvadrat müxtəsər vurma düsturuna görə açsaq, X plus Y, X minus Y alarıq. Və burada gəlin ixtisarlarımızı aparaq. X plus Y ilə X plus Y gedəcək. Sonra vurma əməlini yerinə yetirək. İki kəsiri vurarkən sürətə vurulub. Sürətdə yazılır. X kvadrat çıxılsın X, Y plus Y kvadrat. Məxrəcə vurulur, məxrəcdə yazılır. X plus Y, X minus Y. Birinci ifadəmizin qiyməti budur. İndi yerinə qoyub yazaq. Birinci ifadəmiz X kvadrat çıxılsın X, Y plus Y kvadrat bölünsün X plus Y, X minus Y. Digər ifadəmiz 2Y, X plus Y, X, Y, X kvadrat minus Y kvadrat. Bu ifadəmizi də açsaq, X kvadrat minus Y kvadratı X plus Y, X minus Y olacaqdır. Və kəsirləri toplanması, çıxılması əməllərini aparmalıyıq burada. Kəsir toplayarkən və yaxud kəsir çıxarkən məxrəclər fərqlidirsə, biz onları orta məxrəcə gətirməliyik. Orta məxrəc dedikdə, yəni hər bir kəsirin məxrəcinə bölünən ədəd və yaxud ifadə nəzərdə tutulur. Bunu X minus Y, X plus Y şəklində yazsaq, orta məxrəci mən X minus Y, X plus Y götürə bilərəm. Həm birinci kəsirin məxrəcinə bölünür, həm ikinci kəsirin məxrəcinə bölünür, həm də üçüncü kəsirin məxrəcinə bölünür. Bu kəsirə bölərkən, məxrəcinə bölərkən orta məxrəci 1 alınır. İkinci kəsirin məxrəcinə bölərkən X minus Y alınır. Üçüncü kəsirin məxrəcinə bölərkən isə 1 alınır. İndi ifadələrimizi hesablayaq. Orta məxrəc
x minus y, x plus y idi. 1-i birinci kəsin sürətinə vuranda x kvadrat çıxılsın x y plus y kvadrat plus x minus y-i 2y-ə vuranda çıxılsın 1-i də x y-ə vuranda elə alınır x y. İndi ifadəmizi hesablayaq. X kvadrat çıxılsın x y plus y kvadrat. Sonra vuraq açaq 2xy çıxılsın 2y kvadrat çıxılsın xy bölünsün x minus y x plus y. Görürük ki burada mənfi x kvadrat xy mənfi xy var. Mənfi ikisi də mənfidirsə toplayıb qarşısına mənfi yazırıq. Olur mənfi 2xy. Mənfi 2xy ilə də müsbət 2xy gedə bilər. Ona görə onları islah edirik. Daha sonra gəlirik x kvadrat, müsbət y kvadrat, mənfi 2y kvadrat. Mənfi 2y kvadratla da müsbət y kvadrat gedər. Burada qalar mənfi y kvadrat. Yəni alınar x kvadrat çıxılsın y kvadrat. Elə məxrəc də x kvadrat çıxılsın y kvadratın açılışı deyil. Onu da yazarıq x kvadrat çıxılsın y kvadrat. X kvadrat çıxılsın y kvadratı, x kvadrat çıxılsın y kvadrata böləndə ifadəmiz alınır 1. Deməli cavabımız 1 oldu.